Yorumlarda o kadar Keşabanski videolarına bak, Keşabanski o kadar bilmirəm. Keşabanski videolarına bak dediniz ki, axır ki bu video çəkirəm. Bu qaqaşlar son zamanlarda yəni Azərbaycanda bildiyin, yəni kütlərini əlində tutmuş komandam deyim. Çünki 2 nəfərdilər də. Bayağı da qəşəng işlər çıxardılar həqiqətən. Yəni keyfiyyətli yumor sərgiləyən təşvik insanlardan biri də. Həqiqətən təbrik edirəm bunların bu qısa müddətdə göstərdiyi bu performansa və uğura görə. Bu gün bunların videolarına baxacağıq. Görə elə bizi necə videolara qarşılayacaq. İşte həmin o qaynana. Oğlum, hardasan oğlum? Yenə sənsən. O oğlumuz hələ işdədir, amma buyurun, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Əyni təmizliyi yoxlayaq. Yaxşı, bu nədir? Pomada necə sürtdü burası? Bəs siz yoldan sonra gələndə əlinizi yumamısınız? Ne oldu Google Translate kimi danışırsan? Ay qız, bu nədir? Mən bunların videolarını ilk dəfə görəndə, o qaqaşın gözünü necə qırmızı elədiyi çox maraqlı gəlmişdi. Hələ də dəqiq bilmirəm, prosta indi biraz fikir yürütmək olur ki, yəqin ki, ya effektdən eləyiblər, ya da ki, nəsə qaz falan vururlar. Ancaq böyük ehtimal effekt falandır. Ay, qəhvədir bu. Özünüz... Hə. Buyurun, qəhvə. Özür. Nə dedin mənə? Bu nədir gətirmirsən mənə? Tualeti təmizləmirsən bu gün? Biz o reklamı təmizləmişəm. Gedim yoxlayım. Həmin o Azər su işçisi. Yenə çatdırmadım. Azər sudur, ödənişin vaxtı gəldi. Mənə o qədər Kamera ağzına soxurlar. ki, siz bu evə gəlirsiniz. Əsas gəlir, sən vəbşi Afrikaya bax, onlar su bilmirlər nədir. İnanmırsansa gəl gedib baxaq. Dark joke. Tərtəmiz sudur, gəl dadına bax. İstəmirəm. 3 sənə dedim. Kofedə. Həmin o bir kart. Bir kart sifariş vermisən? Hə, çox gözləyirdim səni. Hazır ol, poxa salacam səni. Çox gözəl. Eşitmirsən təzə iPhone 16 çıxıb. Gedək mənim siftəmi eləyək. Sən onun qiymətini görmüsən? Gedək faizsiz kredit götürək. Dəqiq faizsizdir. Yalansın faizini silim. Bəs deyirdim faiz olmayacaq. Sözün varsa canlı dəstəyə yaz. Onlar dünəndən cavab vermirlər axı. Mobil tətbiqində yazmısan? Bu niyə asılmır ki? Texnik işlər. Bu arada qəşəng tənqid edirlər bu arada. Dediklərim 90% düzdür. 10% bilmirəm hansı düz olmadan, ancaq düz olmayanlar vardır yəqin ki. Həmin o hamster combat. Həqiqətən elə bir tema var idi əvvəl. Məsələn, tıklayırdın deyəsən sən pul verirdi. Görürsən nə oldu onun axırına heç yoxlamamışdım, heç girməmişdim dedi. Gələrdi. Hazırsan partlatmağa bu gün? Hə, bahalı həyat gəlir. Sibrizdə mənzil, Ferrari. Yox, bir daş şari. Başa düşmədim. Ay, vaxtımıza az qalıb, bir şivi Ferrari gör. yazdı. Son dəqiqə. Hazırsan? Hə, nə qədər olacaq? Dəqiq Aha. hazırsan? 50 min, 100 min. 50 min 100 min. Buyur, qazancım bu qədərdir. Nə qədər verdi? 1 manat verdi. Yəni sadəcə tıklamaqla 1 manat versə şükür etsin Allahına məncə. Həmin o ata. Bir yataq da. Oy zübül. Oy zübül. Axşam yatmaq lazım idi, Keşə Bakinskaya baxmaq yox. Ata bəs nə edeyim orada? Özlərə düş. İşləmək lazımdır, tənbəl. 12 yaşım var ata. Mən 12 yaşımda ailə saxlayırdım. Səhərin axşama kimi kubik daşıyırdım. Ata sən Tetris oyunu kubik daşımaqla səhv salmısan. Ay, qandibol oynaya bilirsən? Ata qandibol nədir? Mən görə bilmirəm ki, sən axşam kravatlarla oynayırsan. Bax, söndürmə, baxıram desə 100%. Ay, sən nə qədər demək olar? Mən bu poxa baxanda pulta əl dəymədə, ay eşşək. Nə baş verir burada? Aha, nasıl gəldi? Allah ata mənə multik baxmağa icazə vermir. Ay bekar, uşaqdan əl çək də. 12 Oy zübül. Bu səfər rollar tərsinə döndü. Qəşəng videoydu, xoşuma gəldi. Həmin o satıcı. Buyur, götür, sveji xiyardır bu. Neçədir bu? Sən narahat olma, razılaşarıq. Xiyara bax bir dənə. Onda yarım kilo çəkər. Xəstəlik yağırı xiyarda. 10 kilo da qalsın. Siz bəlkə məni götürərsiniz oradan. Problem deyil. Gəl bunun dadına bax. Sveji, bal kimdir, özü sənin üçün endirimlə. Oy zübül, sürüyü və. Ay, bu satıcılar niyə belədir la? Deyirsən, məsələn, bir şeydə 1 kilo ver deyirsən, hə, deyirlər 1 kilo yarımdır qalsın. Qaqa qalmasın. Yox, mən sən 1 kilo demişəm, 1 kilo ver də. Ay bilə, suardan gəlib bu. Sən elə bunun dadına bax. Mən ancaq yarı gəlmişəm. Nə qədər borcluyam sizə? Deməli sən də 10 kilo kartoşka, 5 kilo ramaşka, 3 kilo petroşka, 7 kilo akroşka və 69 dənə qarışqa. Mən intiqamı alacağam. Sən gecikdin, intiqam artıq evlidir. Həmin o sıra. Axırıncı sizsiz? Ay Paşaq, sən mənim passenli adam sayırsan? Yox. Mən bir dəqiqə qayıdıram, sıramı saxla. İyi ya. Bu elə ki yox, tez bazar işimi görüm. Sırama girmək istədim Paşaq. Siz buradasınız, görmədim sizi, buyurun. Ha belə. Rollar tərsinə döndü deyəsən. Salam canım. Bunu necə yükləyirlər? Evdən başa sal da mənə. Ay, o sən bugün nə edirsən? Ay, yaxşı. Bək kömək eləyim sizə. Məndən göy ağıllısan, Paşaq. Mən sadəcə tələsirəm. Ay, sox kimə bunu? Əbrə. Dur da Paşaq. Nə? Paşaq dur. Sən kişiləşmirsən? Dur da Paşaq. Dur da Paşaq. Dur da Paşaq. Dur. Dur da Paşaq.
Bir gün sırada durmusan özündən getmisən ucu. Hay bilim. Bu arada bu pasyak sözüm var ha. Hələ bunları kəşf eləməmiş, hələ bunları görməmiş. Yusuf bu sözü çox işlədirdi həqiqətən pasyak sözünü. Rəşidin üzərində çox tez-tez istifadə edirdi bu sözü. Nə mənə gəlir bilirsinizdir az çoxdan artıq bu videolarda sonra nə mənə gəldin bilirsiniz. Həmin o pasyaklıq. Paşa gəl bura. Hardan gəlsən? İşdən gəlirəm. Mənim iylənmiş nasıl kimə kimi. Nə işə baxırsan? Mən baxmıram, mən işləyirəm. O üzvü qoqaşın gözlərinə bax. Güya borsan indi. Mən tələsirəm. Bərə gəl. Bəs siz nə işə baxırsınız? Deməli mən Движение daşın. Hay bilim, maaşı bugün təzə almışam. Necə aradan çıra bilərəm? Sən bu gün deyirsən maaş almısan? Hardan bildin lan ha? Sən mənə tikiş gəlmək istəyirsən? Əlini uzat, gəl sertifikat tutda. Bunu belə tutduyurlar. Üzümə gəl. Vay, sən də deyəsən sifon 16-dır. Yox, bəs Xiaomi S2006. Doğrudan mı? Bəlkə telefonu qaytararsınız. O zarafat çok qəşəydi bu arada, xoşuma gəldi. Həmin o müəllim. Kim mənə deyə bilər? Pasyakın neçə növü var? Pasyakınız. Elvin, sən yaxşı bilərsən bu mövzunu. Niyə həmişə mən Cəfər yaxşı bilər məndən? Cəfər! Əla. Qabağında toxum kitabı. Danış, pasyak olmamaq üçün nə etmək lazımdır? Vaxtında fond pulunu vermək, Sonra? müəllimə baxalı hədiyyələri eləmək. O sən şans instituta girmək istəyirsən. Mən vəbsə həricidə oxumaq istəyirəm. Ged indi həyallarınla da yaşa. Sən xaricdə oxumaq istəyirsən? Yox, istəmirəm oxumaq, istəmirəm oxumaq. Qutardım tüpür. Ağzını aç bir də. Ağzını açma, oradan pox hissi gəlir. Basayım, başlayaq. O zibində də Allah oxu nə şeylər. Hazırdır. Mən sol dişimi deyirdim. Hansı deşiyi inirdin? Mən sol dişimi deyirdim. Oy, sən demədin tualetdə təmizləmirsən? Ay, Messi Bakıda. Messi. O, pasyak. Messi, sizinlə şəkil çəkdirə bilərəm. 50 manat ver, 50 manat. Bəs avtoqraf? Okey pasyak, okey. O maddox. Hay, Messi'yə bax, fikir ki Messi Azərbaycan gəlib, çək çəkdirməsin 50 manat. O nə? Atamla əyləncəyə girəndə. Necə sən necə illər bunu? ata mən bunu oynamaq istəyirəm oğlan ata. Bununla oynamaq istəmirsən? Ata yekə kişi səni. Ata bunu belə bastırsan oynayırsan. Белые розы, беззащитно шип. Ata başqa yer istəyirəm, burada ucu ürəyim sıxıldı. Ay gəl bura. Düş qabağıma pasyak. Dış qabağıma pas. Həmin o PUBG. Mike nədir? Assassin's Creed'lərə qədər edir, hə? O kaskar da tapsın. Hay bilim. İmkan ver içimdə. Ay işte bunun yolda. Bunu olmur elə içmə maşından. Ay yaxşı iç. Sür tez gəlir o. Aşağı. Normal ping. 3 ping. O ne var mı? Hay bilim. Hay bilim. Bilmiyor. Atamla ders edəndə. Mənə kömək elə. Nə oldu yenə pasyak? Heç nə, ata ev tapşırığı verdilər, ilişdim qaldım. Otur qabağıma başlayaq. Dış qabağıma pas. Sağ ol. Deməli burada yaz. Oy süper. Sonra arvad deyir ki, mən tupoyam. Nə olub yenə? Ata sən dediklərimin variantlar hamısı səhv çıxdı. Ay tutma sana demədim. Oy ona gəldi. Oy süper. Reklamlar bu qədər tez-tez soxmasa, rəqdən çox maraqlılardı. Atamla bazara gedəndə. Pasyak sən bunlardan yığmısan. Ata bu çox da tikişmişdi. Alaq bir dənə bunu. Ay kişli şey qoyun poxudu. Bəlkə qoz qoyarsan mənə. Buyur. Orada əmini görürsən, get ondan ki, atamı itirmişəm, kömək eləsin sənə. Yaxşı ata. Əmi. Hə, buyur, nə istəyirsən? Atamı itirmişəm, kömək elə. Gedə atamı tapaq, gedə. O deyil atan. Atıya bax, vurur Ha odu. Dedim ata, dedim. Malades. Ata mən yoruldum, gedə evə də. Sok kimi bunu. Kişi bunun dadına baxa bilərəmmi? Buyur. Getdi onda. И снова седая ночь, и только ей. Ata niyə belə şeylərlə məşğuldur? Həmin o az pulum var. Təcili pul lazımdır, hardan tapım onu?
Az pullardan götür də oğlum. Bəs faiz? Hə, narahat olma, faizləri az da olar. Sən nə fikirləşirsən? Götürən yoxsa qalsın? Mən onun razıyam. Şelləni. Ama mən nə vaxt mən ondan razıyam. Şəllələk dedim, eşitib sala. Lən, lən. Pullarımı ver, pullarımı ver. Bas yerlendi ve bu. Köynəkzat da buraxmağa başladı. Nə qədər? 500 faiz nədir Allah? Hay! O zivil 500% də. Aslında təkdən çox zivil bir şeydir həqiqətən. Girməmişəm, girməyə də fikirləşmə vallahi. Deyəsə bağlanıb. Həmin o tələbə evi. Aha. Hay bil. Sabah xeyir. Dovşanın var idi. Hardadır o? Bəs yediyin nədir? O Feriden kalın orada. Ay zivil tualetə başlayın. Sən qalıb. Bəs 2 dənə roltun almalıydın, niyə bir dənə aldın? Bəs ADV ancaq buna çatdı. Bu göz hara getdi belə? Mənə də maraqlıdır. Ay zivil sizin nəsə yersə. Kop. Kalmasan elinden al. Dayan görürüm benim. Uşaqlar, kirayə pulu necə eləyir? Uşaqlar eviyə istəyirsən gəlib. Siz mənə bezdirdiniz, kirayə pulu vermirsiniz, evdən pox hissi gəlir. Bugün pulu çatdırın mənə. Sabah stipendiya gəl, sağ pulunuzu verəcəyik. Ne deliye indi. Gözlün, mən də həll eləyəcəm. İsa xaricdə oxuyur. Ayrıca bundan sonra soxdular reklama acılı çıxmaq lazım. Hazırlığa girəndə qorxularım. Çəkmişə bax. Yoxsa da yanında çəkmişdilər. Ağzından köpəksi ya, atom bir siqaret çəkdiyini. Siz sən başa düşdünüz. Kimi burada pişik ozlayacaq, sən də atoma zəng eləyəcəm, gözlə. Alo. Oturmaz da biliriz oğlumuz siqaret çəkir. Gözlə evə qaydan kimi onu O izimi. Ha, niyə niyəcəksiniz? Gül dağıdacam. Hazırlıqda belə bir şey yaşadığım fikirləşirəm. Müəllim sən deyir ki, ağzından iyi gəlir, ayağından iyi gəlir. Bildiyin utancan ölərsən də yəni Allah. Şşt dostum 8 martdan. Təbrik eləyirəm. Ha. O, bura sənin simanda bütün xanımların bayram münasibəti ilə təbrik etmək istəyirəm. Bəs də şiş zarafatla ilə bezdirdim. Ha, bu videonu şit dostuma göndərərsən. Kim idi? Ayda saat neçə idi? 8 falan idi deyəsə. Rəşid mən zəng eləyib. Deyirəm nə olub da? Zəng etməli deyir ki, bayram mübarək. 8 mart günü deyirəm. Belə pasiyak bir dostum olduğu sürəyə atamla foldusa gedəndə. Ağa gəlləmə gözləyib görmürsən? Ata fırıldaqdı bu gedək. Mən bilirəm sizə kömək lazımdır. Binaların qabağındakı piset qıraşı falan. Yazılıb çünki. Vuran dil Vuran hər dillə. şeyi bilir. Vuran dil. Danış, hardan bildin ki, gözləyib? Tualetə gedəndən sonra oradan iyi gəlmir. Səhər-səhər eləyə bilmirəm. Corabları yerinə qoyuram. Corabları yerinə qoyur. İzcəda görürəm. Mən də elə düşünürdüm. Onu əsasən mujiklərə eləyirlər. Mən vurdum. Ata sən məni bura niyə gətirmisən? İnternet servisləri dəyiş etmək lazımdır. KTV-dir deyəsən. İtersiz zərfdir dəyişilir. Ay, yaxın gəl tez. Nə demək istəyirsən vuran diləmi? Qaça-qaça olarsiz. Yoxlamamışam. Öyrənin onda. Gedək qaçaq. Ta bir axırıncı dəfədən buna baxaq gələk. Qızı atamla tanış edəndə. Onun yanında artıq əski danışma. Ya mən sənə o sapatları eləmişəm. Salam. Durba səni. Sal mənə xanım. Durba sən. Tanıyın. Seriozumdur sən. Durba sən. tırradıram. Yox, zarafat edirəm. Bilirəm mən. Danışın, hara tanış olmusunuz? Aviasyon sazdan ucuz bilet alanda. Kaşlokum sizin barədə çox danışmışdı. Kim? Kaşlakum. Oy Elvin. Yaxşı, nə danışırdı? Demişdi ki, siz mujiksiz. Mujiklərin neçə növü olduğunu bilirsiniz. Düzdür. Yaxşı, bəs siz harda işləyirsiniz? 28-də sağlamlıq mərkəzində. Dən gəbirəm. Harda? Yox adam mən bilmirdim. Səndən bu yüzük məsləhəti. Evlən. Nə olardı qalız, gəlsin. Ənəs uşaqlar bu qədər bəsdir. Bu gün də həmin o çox istədiyiniz Kaşa Bakinskinin videolarına baxdıq. Əgər davamlı istəyirsinizsə aşağıdan da link atıb yorumlarda da bildirməyi unutmayın. Belə, gələcək videoda görüşmək üzrə. Sağ olun.